Əgər sizdə pirojki yaxşı alınmırsa, bu resepti mütləq bir dəfə yoxlayın. Xəmirimizin yaxşı alınması üçün aparı mütləqdir. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. 5-10 dəqiqə isti yerdə üzəri bağlı şəkildə gözlədirik ki, apara gəlsin. Keçək xəmiri hazırlamağa. Gəlmiş aparanın üzərinə un, yumurta, qatıq, duz və su əlavə edib xəmir halına gətiririk. Ən sonda xəmirin üzərinə bitki yağı əlavə edirik. Mən diva yağlarından istifadə edirəm. Xəmirin üzərini örtüb isti bir yerdə 2 dəfə acımağa qoyuram. Xəmirin havasını alıb kündələrə bölürəm. Üzəri bağlı şəkildə 5-10 dəqiqə daha gözlədirəm. Kündəni əlimlə birazca yayıb içlikdən yerləşdirib pirojki forması verirəm. Pirojkiləri qızartmaq üçün diva yağlarından istifadə edirəm. Diva yağları İtalya məhsuludur və üstün cəhətdə ondadır ki, şüşə qablaşdırmada olduğu üçün günəş şüası ilə birbaşa reaksiyaya girmir. Xırçıltılı pirojkilərimiz isə hazırdır. Mütləq siz də hazırlayın. Hazırlayıcı olan hər kəsə nuş olsun.